La iki cür şəkilçisi, buna baxaq. La şəkilçisi həm leksik şəkilçi ola bilər, həm də qoşma və bağlayıcı ilə qoşma və bağlayıcısının ixtisar forması ola bilər. Əgər la leksik şəkilçidirsə, bu iki funksiya daşıyacaq. Deməli, la şəkilçili söz nə et sualına cavab verəndə, deməli, feil düzəldən leksik şəkilçi olacaq. Necə sualına cavab verəndə, zərf düzəldən leksik şəkilçi olacaq. İlənin ixtisarı olur, əgər la iki cür, o zaman söz bu iki suala yox, kimlə, nə ilə suallarının birinə cavab verəcək. Kimlə, nə ilə sualına cavab verən sözdə əgər la və ilə əvəzlənsə, deməli o bağlayıcıdır. Və ilə əvəzlənməsə, eyni suala cavab verib, kimlə, nə ilə sualına cavab verib, amma la ilə, və ilə əvəzlənmirsə, deməli qoşmadır. La iki cür, həm də söz sonluğu ola bilər və bu söz sonluğu olacaqsa, artıq şəkilçi deyil. Eyni zamanda, əgər la qoşma və bağlayıcıdırsa, deməli bu zamanda o şəkilçi deyil. Deməli, la iki cür ünsürünün şəkilçi kimi iki funksiyası var. Feil və zərf düzəltmək və hər ikisində leksik şəkilçi olur. Digər deməli, bağlayıcı qoşma kimi və eləcə də söz sonluğu kimi işlənəndə isə artıq o şəkilçi olmur. Qoşma və bağlayıcı kimi o ayrıca nitq hissəsidir və morfoloji təhlil zamanı sözün tərkibindən ayrılaraq ayrıca təhlil olunur. Məsələn, maşınla getmək, burada maşın isim kimi təhlil olunacaq, la isə qoşma kimi təhlil olunacaq. Söz sonluğu olanda isə o ümumiyyətlə kökdən ayrılmır və kökün tərkibində olur. Və bir məqama da diqqətli olmaq lazımdır ki, la həm də vurğuya görə sözün mənasını dəyişən şəkilçidir. Bu, amonimliklərin birində yalnız, yəni feil düzəldəndə la vurğulu olur. Yerdə qalan funksiyaların hamısında vurğusuz olur. Yəni, onda vurğu əgər feil kimi işlənməyibsə, feil düzəldən şəkilçi kimi işlənməyibsə, la, onda vurğu la şəkilçisindən, la hissəsindən əvvəldə olacaq.